Yəni əgər biz düşünürüksə ki, yalnız bizdə müəllim gedib bölgədə dərs deyib gəlir, bu yalnız bizdə deyil. Bu dünyanın çox yerində var. Yəni bu model, məsələn, bir müddət bundan əvvəl hətta bizdə mətbuatda da getdi, nə qədər çətin olsa da, Bakıdan gedib Qarabağ Universitetində dərs deyib gələn xanım müəllimə var. Bəli, bizim müəllimlərimiz var. Yəni bu dünyada, yəni biz bunu əsas götürək ki, müəllim gedə bilməyəcək, bu bir ciddi problem olacaq, onda biz heç nəyə nail ola bilməyəcəyik. O zaman bizim başlıca problemimiz bu deyil. Yəni birbaşa o deyil, amma məsələn, mən sizə nə deyim? Məsələn, bu Qarabağda da var. Mən bu yaxınlarda Zaqatala, UNEK-ə gedəndə də orada qonaq müəllim bir anlayış var universitetlərdə. Orada universitet müəllimləri üçün ayrıca otaqlar düzədilib. Alicə yer düzəldilir. Misal üçün, müəllim gedir, dərsini deyir, qala bilir və qayıda bilir. İndi burada və ya Qarabağ Universitetinin özündə məsələn insanlar var, onların ailəlikcə orada qalması üçün məsələlər var. Yəni, bunun bayaq qeyd olunduğu kimi çətinlik tərəfləri də var. Hamı gedə bilmir. Amma bunun modelləri də var da. Bu modellərdən biri odur ki, orada müəllimlər üçün ailəlikcə qalmaq üçün hansısa bir şərait yaradılar. Müəllim gedib orada dərsini deyir, bir gün qalır, qayıda bilir. Və bir də biraz da bu distant təhsillə bağlı, yəni əslində mən bunu bir-iki dəfə də demişəm, dünyada bu geniş tətbiq olunur. Yəni düzdür, bu heç bir halda tam əyani təhsili əvəz eləmir, amma bundan da qorxmaq lazım deyil. Bugün dünyada əslində, məsələn, Türkiyənin bir neçə universiteti var. Anadolu, Atatürk və bizim çoxlu tələbələrimiz də gedib təhsil alır. Yəni, bu mexanizmlər barədə də biz düşünə bilərik. Davamlı olmasa da, bəzi dərslər niyə distant olmasın? Magistratura dərsi ola bilər, doktorantura ilə bağlı müzakirələr ola bilər. Qeyri-ixtisas fənləri ola bilər. Bəli, bəli. Yəni, burada biz bunu və bugün, məsələn, bizim UNEK ayrıca bir bu sistemi qurubdur və bu imkanı da var. Ona görə də burada müxtəlif modelləri tətbiq edərək biz həyata keçirə bilərik. Və burada bir vacib məsələ də odur ki, məsələn, mən bunu bizim bəzi universitetlərdə, bölgədə görürəm. Yəni, universitet özü də müəllim yetişdirilməsində maraqlı olmalıdır. Nəinki bölgə universiteti. Şəhərdə yerləşən universitet də özünün kadrının yetişdirilməsində maraqlı olmalıdır. Yəni, onun təhsilinə dəstəyini verməlidir, onun məqalələrinə öz dəstəyini ifadə etməlidir ki, müəllim formalaşsın. Çünki bugün əslində bizim ən ciddi problemlərimizdən biri də kadr məsələsidir. Yəni, bugün təkcə bizdə deyil, dünyada ciddi bir problemə çevrilir. Ona görə də universitetlər özləri də müəllimlərini yetişdirmə istiqamətində çalışırlar. Məsələn, mən bunu bayaq dedim, məsələn, mən